Yenidən, yəni insertdəki digər alətlərdən. Birinci bizi qarşılayır pictures, yəni şəkillər. Siz şəkilləri açdıqda, əgər Word-unuz 2021-dən sonraki versiyasıdırsa 3 sahə gəlir. Əvvəlki versiyadırsa 2. Narahat olmayın, hər ikisində istifadə olunan onsuz da bu 2 dənədir. O ortada axtarış butonu var. İnternetdən axtarış. O onsuz da online pictures'in daxilində var. Yəni narahat olmayın, sizdə yoxdur, bu nə işə yarayır deyə problem yaşamayaq. Gəlin əvvəlcə baxaq This Device-a. This Device-ı biz basdıqda bizi gətirir Explore proqramımıza. Elə dərsdə izah eləyərkən dərsən yükləmişik bu şəkili. Elə qabağımıza çıxan şəkili seçirik. Insert-ə basdıqda Word-ə əlavə olunur. Baxın, siz birinci basdıqda sizi gətirəcək bura, Pictures-ı. Mən bilirəm ki, məsələn, mənim bu papkamda şəkillərim var. Amma Word bunu bilmir. Yəni bunu siz bilirsiniz. Əgər sizə şəkil başqa ünvandan lazımdırsa, bunun yerinə əzbər bilib və seçmək sizdən tələb olunacaq. Word bunu sizin yerinizə edə bilməz. İstədiyimiz şəkili əlavə edə bilirik. Cədvəli silməyi unutmuşuq. Aha. Eyni şəkil əlavə edək. Şəkil gəlib olduğu kimi düşür. Baxın, mən kənardayam. Tab yoxdur. Şəklin üzərinə basdıqda Pictures Format adlı bir əmr açılır. Şəklin tənzimləmələri. Gəlin əvvəlcə şəkilləri əlavə etmək, daha sonra da tənzimləmələrini öyrənik. Daha sonra gəlirik ikinci üsula. Pictures'ın üzərinə basırıq, online Pictures seçirik. Yəni mən internetdən şəkil istəyirəm. Mənim yaddaşımda şəkil yoxdur, internetdən şəkil istəyirəm. Axtarış etmək istəyirəm, əmrini basırıq. Sizə hazır şablonlar gəlir. İstəsəz bunlardan birini istifadə edə bilərsiniz. Mən axtarışa yazıram kar. Bəli, sadəcə ingilisində işləyir. Çünki Office proqramlarımız ingilisindədir. Proqramlarınız rus dilindədirsə, rus dilində işləyəcək. Bizə şəkillər gətirdi. Elə bizim də lazım olanımız budur. Baxın, sizə neçə şəkil gəldi? Gəldi 5 dənə. Filtrləməni söndürdüm. Bu səfər də gəldi 25 dənə. Amma bir də gəlin bu axtarışı internet brauzerlərinin birində həyata keçirir. Baxın, artıq 200 dənə şəkili keçdik. Yəni, nəyi demək istəyirəm? Word-un bu axtarış elədiyimiz sahəsi var. Yəni, bu sahə sizə müəyyən bir aralıq sayda məlumat gətirə bilir. Yəni, internet brauzerindəki say qədər məlumat gətirə bilmir. Bu, Word-un belə deyək, datası var, yaddaşı. Oraya salınan şəkillərdən sizə gətirə bilir və təbii ki də interneti sizdən tələb edir. Məsələn, çox sürətli anda sizə vacibdirsə və yaxud da məsələn, maşının modeli vacib deyilsə, hansı olsa istifadə edəcəm deyirsinizsə, bu usulu yoxlaya bilərsiniz. Baxırsınız, basırsınız, Word-ə əlavə olunur. Gəlin bir də internetdən şəkil götürməyi öyrənək. Hər hansı bir brauzerə gəldik, şəkilimizi adını yazdıq, axtarışa verdik. Şəkilimizi seçib üzərində sağ knopkanı basırıq. Sizə lazımdır buradan, baxın bu sahə. Bura rus dilindədir, brauzerlər mən rus dilində istifadə edirəm, problem deyil. Yəni sizdə də eyni şəkildə, eyni işlər görəcək, adlarında dərsdə, belə deyim, izah elədiksə, onsuz da deyəcəm. Əgər şəklin adresini, linki dediyimiz anlayış var. Sizə linki lazımdırsa, siz baxırsınız copy URL və yaxud da kopyovat URL. Əgər şəkli yaddaşda, kompüterin yaddaşında, Explorer-da saxlamaq istəyiriksə, basırıq Saxranit kartinki, belə deyək, Save as kartinki. Yəni ikisindən biri, hansı dildəsinizsə onu. Saxranit kartinki basdıqda bizi gətirir Pictures-ə, Explorer-da. Mən istəyirəm D diskimdə bunu yaddaşa salmağı. Adını yazıram. Məsələn, olsun belə bir ad. Save-i basıram. Gəlin görək yaddaşa düşdüm. O artıq yaddaşa düşməlidir. Baxın, buradadır. Məncə aydın şəkildə görə bilirsiniz. Yəni, bu üsulla yaddaşa salırıq. Və mənim ən çox tövsiyə etdiyim bütün hər şeyi kompüterin yaddaşına salıb onun yaddaşını boş yerə doldurmamağınızdır. Niyə deyə sual versəz? Çünki kompüterin bir yaddaşı qısıtlıdır, yəni məhdudiyyətlidir.
Hər şeyi yaddaşa salsaq, bütün sənədlər, fayllar, rəsmlər, hər bir şey yaddaşa sal, hər layihə üçün 20-30 dənə şəkil yaddaşa sal. 1 megabayt, 5 megabayt, 100 megabayt deyə bir də baxasınız ki, yaddaşınız dolub. Və bu kompüterə sadəcə cücə salır, ehtiyac yoxdur. Əgər Word daxilində, PowerPoint daxilində bu şəkili istifadə ediriksə, bizə yaddaşa salınmış üsulu lazım deyilsə, baxın, kopirovat kartinki, yəni Copy əmrini basırıq. Mübadilə buferinə həmin şəkili götürürük. Word-ə gəlib basırıq klaviaturadan Ctrl-V-ni. Şəkil olduğu kimi bizim belə deyək, sənədimizə kopyalanır. Bu yaddaş baxımından daha əlverişli üsuldur. İndi baxaq şəklin ayarları. Əlavə etməyimizin iki üsulu burada var. Yəni Pixars'ın içində üçüncü üsul mübadilə buferi və yükləmə üsulu isə brazerlərin köməyi ilə mövcuddur. Şəklin üzərinə gəlirik, Pixars formata gəlirik. Sol tərəfdə bizi başlayır, daha doğrusu qarşılayır. Tərsinə bastıq. Bir saniyə. Arxa fonun təmizlənməsi. Bu birisiz necədir? Məsələn, fərz eləyək ki, bir şəkildə 3 nəfər şəkil çəkdiribsiz, 1 nəfər istəmisiniz. Silmək üçün istifadə oluna bilər. Təbii ki, bu bir fotoredaktor deyil, bunu nəzərə alaq. Word-ün funksiyaları o qədər mükəmməl şəkildə işləmir. Sadəcə arxanın silinməsi kimi nəzərdə tutulur. Yəni, arxadakı bu qaraltını silib cihazı saxlamağa çalışır, onu da artıq bacardığı qədər. Correction rəng dərəcələridir, parlaqlıq səviyyələridir, istifadə edə bilərsiniz. Color rəng çevrilmələridir. Effekt müəyyən effektlərdir. Bir də burada reset əmri var. Şəkili əvvəlki halına ola bilər rəng verərsiniz, korreksiya verərsiniz, silmə verərsiniz. Şəklin öz halını istəyirsinizsə reset baxırsınız. Yəni bu tərəf sadəcə şəklin o ayarlarından, bəzəyi ilə, dizayndan məşğul olmaq üçündür. Buradan açırıq. Adını unutduq. Şəkil qoyulan qabın adını unutduq. Davam edək. Qaldığımız yerdən başlayaq. Çərçivə. Şəkili istədiyimiz şəkildə çərçivəyə sala bilməyimiz üçün bizə bir neçə funksiyalar gəlir. Məsələn, deyir, istəsən dairəvi çərçivəyə sala bilərəm, istəsən bu şəkildə sala bilərəm, istəsən bu üsula sala bilərəm. Bunlar yenə sizin əyləncə və məşğuliyyət tərəfinizdir. Baxın, çərçivəni verdim, artıq ona çərçivəsini istəmirəm. Basıram, reset pixels, yəni şəkili sıfır halına geri qaytar. Şəklin sərhəddi, vərəqə birləşdiyi yer. Seçirəm sarı rəng. Bunu daha yaxın görə bilməyin üçün yaxınlaşdırırıq. Baxın, şəklin qutaracağında bir qutu var. Qutunun sərhəddi olur sarı rəng. Bu təbii ki, məcbur deyil. Şəkliniz nə rəngdirsə, amma ona uyğunlaşdırmağınızı mən tövsiyə edirəm. Və buradan həmişə məsləhət görürəm no outline, yəni sərhəd olmasın əmrini verməyinizi. Şəffafdır. Əgər şəkil hansısa bir şəklin üzərinə gəlirsə, şəklin yanına yazı gələcəksə, bu üsul daha yaxşıdır. Şəkil üçün müəyyən effektlər mövcuddur. Buradan basırıq, bir baxırıq. Baxın, 3D görünüş qarşılayır bizi. İki cür 3D görünüş var. Var yuxarıdan görünüş, var sağ-sol görünüşü. Biraz modelləşdirmədə məlumat olanlar bilə bilir. Bu üsulları istifadə edə bilərsiniz. Kölgələnmə əmri var. Shadow kölgə deməkdir. Reflection cüzgü effekti, yəni aşağı yansıma deməkdir. Şəklin hansı hissəsindən aşağı yansıma gələcək, onu təyin edir. Şəkilə diqqət yetirin, görə bilərsiniz. Glow işıqlandırma deməkdir. Şəklin sərhəddindən istənilən bir rəng, məsələn, seçirəm göynək. İşıqlandırma gələcək. Şəklin görünmə dərəcəsi, opaklığı. 3D hala gətirilməsi, bunlar belə deyim, Word tərəfindən çox da yaxşı tənzimlənmir. Bu səbəbdən bu bevel ilə present əmrini çox istifadə etməyinizə ehtiyac yoxdur. 3D rotation 3D şəkildə çevrilməsidir. Baxın, şəkil baş aşağı durur, sağa baxır, sola baxır. Bunların da, baxın, bizim burada o qədər geniş vaxtımız yoxdur. Bunların hamısına tək-tək baxıb nə olduğunu araşdırmağa, yəni hamısını əzbərləməyə. Amma sizin vaxtınız var. Siz evdə bunların nə işə yaradığını, ümumiyyətlə ad olaraq, məsələn, bilirsiniz ki, shadow kölgə effektidir.
Bunu bilməlisiniz, əgər sizin şəklinizdə sizə verilən tapşırıqda şəkildə bir kölgə effekti varsa, onu həyata keçirməlisiniz. Yəni bunların yerlərini bilməlisiniz və hansı adın nə iş gördüyünü, içini də araşdırmalısınız. İndi gəldik position əmrinə, vərəqimizi biraz kiçildək. Position əmri vərəqdə daha doğrusu şəklin harada duracağını seçir. Baxın, istədiyinizi basırsınız, şəkil həmin yerdə ünvanlanır. Draft text adlı bir əmr var. Mən bunu tövsiyə etmirəm. Bu ümumiyyətlə nə əmridir? Gəlin birinci onu baxaq. Əgər vərəqdə həm yazı, həm şəkil varsa, draft text yazı ilə şəkli uyğunlaşdırmağa kömək edir. Mən məsləhət görmürəm, istifadə etməyin. Şəkil ilə yazı eyni anda Word-də əlavə olunduqda qarışmaq ehtimalı çox yüksəkdir. Bu funksiya onu tam da tənzimləyə bilmir. Özünüz tənzimləyin onu istədiyiniz kimi. Çünki yazı, şəkil, daha sonra yazı, sağ tərəfi yazı, sol tərəfi yazı biraz qarışıq alınır. Yəni bu üsullar. Bu əmrləri keçəcək. Crop əmri var. Sağ tərəfə, daha doğrusu gəlin başdan başlayaq. Sağ tərəf ən küncə gəlin, hündürlük və uzunluq bunu table'da da bilirik. Şəkili böyüdə bilərik, kiçilə bilərik. Təbii ki, bunu mouse-la edə bilirik. Baxın, künc ilə. Bunlar arasında fərq var. Yəni bu toçkalarda nəzər yetirək. Əgər künclərdə olan toçkalardan tutub nöqtələrdən tərpədirsinizsə, şəklin həm hündürlüyü, həm də uzunluğu eyni anda hərəkət edir. Əgər xeyr, uzunluq tərəfindən hərəkət etdirirsinizsə, baxın, sadəcə hündürlük, yəni uzunluğu, eni tərəfindən hərəkət etdirirsinizsə, sadəcə eni dəyişir. Yəni şəklin keyfiyyəti itir. Əgər siz şəkli böyüdüb kiçiltmək istəyirsinizsə, qətiyyən sadəcə hündürlüyü, uzunluğu tərpətməyin. Bu şəklin keyfiyyətini çox itirir. Küncdən tutub hərəkət elətdirin. Crop əmri üzərinə sağ knopkanı basaraq da götürə bilərsiniz. Bu daha asan üsuldur. Burada da basdıqda eyni əmrdir. Baxın, sizə qara bir sahə gəlir. Bunu tutursunuz, istədiyiniz yerə gətirirsiniz. Sahə başlayır işə düşməyə. Enter basırsınız, işləyir. Şəkil formatına başqa da məlumatlar yoxdur. Bunları fiqurlarda keçəcəyik. Bir də burada rotation var. Buna da nəzər yetirin. Baxın, rotation dərəcə ilə fırlamaqdır. Bunlarda istifadə edə bilərsiniz. Bu işarə var, dairəvi işarə. Bu da fırlamaq əmridir. Standart fırlamaq istəyiriksə rotationdan seçirik. Özümüz də hərəkət elətdirə bilərik. Qaydırıq insertə. Dərsin davamında davam edək. Fiqurlar əmrinə gəlirik. Baxın, fiqurlar əmri gəldikdə sizi birinci qarşılayır text box. Bu yazı sahəsi deməkdir. Yazı yazılması üçün sahə. Bütün ayarları fiqurlar ilə eynidir, vəzifəsi fərqlidir. Sadəcə text boxun daxilində yazmaq olar. Digər bütün gördüyünüz bu məlumatlar var. Bunların hər biri sadəcə fiqurların özləridir. Yəni, əgər siz dairə çəkib dairənin içinə yazmaq istəyirsinizsə, dairəni götürdükdən sonra onun içinə text box qoymaq məcburiyyətindəsiniz. Gəlin başdan qaydalaraq davam edək. Əvvəlcə başlayaq fiqurların özündən. Hər hansı bir fiquru götürürəm. Yanından da başqa bir fiqur yerləşdirirəm. Baxırıq fiqurlar panelinə. Yenə eyni qaydamız keçərlidir. Əgər sizin mousunuz fiqurun üzərində deyilsə, sizə həmin məlumat gəlmir. Yəni shape format gəlmir. Sizi hazır dizaynlar qarşılayır yenə. Style'lar deyir, istəsəz seçə bilərsiniz. Və yaxud da biz özümüz yarada bilərik. Shape fill daxili rəng mavi rəng olsun. Shape outline, yəni sərhəd rəngimiz mavi rəng olsun. Bunu da biz özümüz yaratdıq. Şəkilə qoya bildiyimiz effektlərin eynisi fiqurlara, effektə qoya bildiyimizin eynisi şəkillərə aiddir. Yəni bunu bayaq bir neçə dəqiqə əvvəl izah etdiyimiz üçün bir daha izah etmirik. Sadəcə yerini göstərirəm, nə olduğunu bilirsiniz və araşdırıb öyrənməlisiniz. Bu tərəf hal-hazırda bağlıdır, çünki biz heç arada yazı yazmamışıq. Baxın, word art, yəni söhbət hərflərdən gedir. Position əmrini göstərdik, wrap texti izah etdik nə etdiyini. Bunları izah edirik. Baxın, əvvəlcə kvadrat, sonra dairə hazırlandığı üçün dairə kvadratın üzərinə gələ bilir. Mən istəyirəm gəlməsin. Dairə arxaya keçsin.
Dairəni seçirəm, arxaya get əmrinə baxıram. Baxın nə idi? Məlumat gedir arxaya. Önə gətirmək istəyirəm, önə gətir əmrinə basıram. Select pane. Gəl buna çox naviqasiya açılsın. Baxın, ola bilər ki, Word-də çox məlumatınız var. Yəni məlumatlar doludur, belə şəkillər, fiqurlar. Siz nəyisə tapa bilmirsiniz. Məsələn, bunun yerini düzəltmək istəyirsiniz, amma digərləri mane olur. Bu halda bu əmri istifadə edə bilərsiniz. Üzərindən basırsınız, mövcudluğu qayıdır, üzərindən basırsınız, görünmür. Word-də mövcuddur, yaddaşda yer tutur və o oradadır. Sadəcə siz onu görmürsünüz deyin, işinizi rahat həyata keçirə bilərsiniz. İndi gəlirik aylik, yəni istiqamət, tənzimləmə əmrlərinə. Fiqurlardan birini seçirik, daha sonra kontrol əmrini basılı saxlayaraq digərini seçirik. Gəlirik aylingə. Ayling left verdikdə fiqurların hər ikisi sola, belə deyək, sol tərəfdə birləşir. Center verdikdə hər ikisinin mərkəzi üst-üstə salınır. Right verdikdə sağı, yəni bu nöqtələri görürsünüz, solu, sağı, mərkəzi göstərən. O işarələrlə birləşir. Eyni şəkildə yuxarı sərhəddə mərkəzdə birləşmə, aşağı sərhəddə mərkəzdə birləşmə və daha doğrusu aşağı sərhəddə mərkəzdə birləşmə, ortada mərkəzdə birləşmə kimi növləri var. Yəni bunlar onun istiqamət, aşağıdakıları qurcalamağınıza ehtiyac yoxdur, bunlar istifadə olunmur. Əsas siz bilməlisiniz bunları və bunu. İndi bu funksiyalara da azadlıq verək. Bunları yanaşı salaq. Baxın. Fiquru seçirik, fiquru seçirik. Ehtiyac yoxdur. Amma yaxşı, gəlin deyək. Baxın, burada 2 dənə əmriniz var. Horizontal və vertikal olaraq adlandırılıb. Yəni, sütun üzrə birləşmə və sətir üzrə, yəni yuxarıdan aşağı və sağdan sola olaraq tənzimləmə. Burada başqa nə var? Aha, Word nə idi? Kvadrata əlavə etmişik, dairəni əlavə etmişik, içinə yazı yazmaq istəyirəm. Text box götürürəm. Text box götürdükdə buradakı rəng qarışıqlığını məncə aydın şəkildə görə bilirsiniz. Shape field-də no file adlı bir əmrimiz var. Biz istifadə edəcəyik bunu. Yəni text boxumuz olacaq şəffaf rəngdə. Eyni şəkildə də kənar sərhəddimiz. Bunu etməyimizin səbəbi, gənclər, arxadakı rəngə mane olmamasıdır. Və bu şəkil üzərinə məlumat yazarkən də keçərlidir. Şəkil üzərinə məlumat yazarkən də belə deyək, aktivlik keçərlidir. Və maneə törətməsin, o sərhədlər bilinməsin. Yəni sanki salam sözü dairənin tam içində yazılıymış kimi görsünlər, bilsin deyə. Word artılarımız sizə hazır verilən stayllardır. Bunu keçən dərsdə keçmişik. Hərfin daxili rəngi, hərfin kənar sərhəddi. Tam yaxınlaşdırım. Biraz qarışıq görünür. Sarı rəng olsun. Bunun ölçüsü çox böyükdür. Qaytaraq bu halına. Bu da çox kiçik oldu. Aha. Məncə görə bilirsiniz. Baxın, kənar sərhədləri bardov rəngdədir. Rəngin daxili hərfin rəngi sarı rəngdədir. Font, text effektlərimizdə şəkildəki və figurdakı effektlərin eynisidir. Bunlara da özünüz baxa bilərsiniz. Text direction cədvəldə də dedik. Text boxun içinə daxil olursunuz. Text directiondan həmin məlumatı fırlaya bilirik. Ayling əmrindən yuxarıda yazılsın, mərkəzdə yazılsın və sonda yazılsın seçə bilirik. Position və irəli-geri aparmağı da bayaq izah etdik. İndi baxırıq nəyə? Shape formatın, daha doğrusu shape file əmrinin daxilində bizi birinci standart rənglər qarşılayır və orada olmayan rəngləri seçmək üçün belə bir sahəmiz var. More file colors, yəni başqa bir rəng seçmək istəyirik kimi bir əmr. Belə standart hərflər nə idi? Rəngləri də seçə bilərsiniz. Seçmək istəyirəm deyib burada gələ bilərsiniz. Başqa rəng əldə edə bilərsiniz. Həmin dairəyə gələk. Dairənin arxa fonuna gradient əmri verə bilərik. Gradient əmrini açırıq burada. Baxın, gradient əmrini açırıq, deyirik more gradient. Gradient rənglərin qarışımı deməkdir.
Baxın, bu sahədə görürsüz. Burada belə rənglər var. Birinci qutuya gəlirəm. Rəngini seçirəm sarı. İkinciyə gəlirəm. Seçirəm bu rəng. Üçüncüyə gəlirəm. Məsələn, bu rəng. Buna gəlirəm. Edirəm onu qırmızı. Sona gəlirəm. Edirəm bu rəng. Baxın, rənglərdə artıq çalarlar yaratdım. Yəni, seçdiyim rəngləri qarışdırdım. Bunu istədiyiniz formaya sala bilərsiniz. Dərsdə bu hissəni daha ətraflı keçəcək. Artıq keçmişik. İstəsək, həmin dairənin arxasına şəkil də verə bilərik. Pictures əmrini görə bilirsiniz. Bizə sahə gəlir, eyni sual verir. Deyir, axtarış mı edirsən, kompüterdən mi əlavə edirsən? Dedim, kompüterdən əlavə edirəm. Əlavə etmək istəyirəm onu bu şəkili. Dairənin arxasına artıq bu şəkil düşdü. Bir yeni temalı oyuncağımız oldu. Ən sonda bizə Word-ün hazır verdiyi şablonlar var. Əgər məsələn sənin şəklin falan yoxdursa, bunları istifadə edə bilərsən demək istəyir. Basıram su dalğalarını və düşür arxa fona bu şəkildə. Aydındır? Aha, figurlardakı məlumatlarımız da bu qədər. Smart Art. Açırıq Smart Art əmrini. Biz Smart Art əmrini istifadə edədik daha çox siyahılarda. Ötən dərslərdə siyahının nə olduğunu keçmişik. Siyahıların səliqəli dizayna salınması üçün istifadə olunur. İstənilən növü seçə bilərsiniz. Nümunə üçün mən seçirəm bu növ. Word-ümüzü kiçildək. İstənilən məlumatlar yaza bilərsiniz. Şəkil qoya bilərsiniz, izah verə bilərsiniz. Baxın, iki sahə gəlir. Smart Design, standart dizaynlar. Deyir, məsələn, sən bunu seçmirsən, bu görünüşü, amma istəsən sənin yazdığın məlumatları bu görünüşə çevirə bilərəm. Sizə şablon göstərir. Hazır seçim hüququ verir. Deyir, buna da çevirə bilərəm, əgər istəsən. Rəng çalarları icazəsi verir. Deyir, istəsən bu rəngləri çevirə bilərəm. Burada da biraz rotationları falan var. Bunlar artıq girib baxa bilərsiniz özünüz. Biz gəlirik formata. Format bayaqki panelin eynisidir. Şəkildə, text boxda və figurlarda izah etdiyimiz sahə var. Onun eynisidir. Rənglər, daxilindəki yazının məlumatları. Aha, Smart Art haqqında gəlin bir dənə iç anlayışlarımıza geri qaydaq. Rəng paneli kənarda bizi başa düşdünüz onsuz da rəngləri. Seçirəm Smart Art-ı. Deyə bilərsiniz, bunu niyə istifadə edirik? Sadəcə Word-ün görünüşünü sərgiyə salmaq üçün, siyahıları daha oxunaqlı hala gətirmək üçün. Məcburdurmu? Xeyr, deyil. Bəs nə üçün qoyublar? Dediyimiz kimi, sadəcə Word-ün daha səliqəli, daha görünüşlü görünməsi üçün. İstədiyiniz hər bir şey üçün istifadə edə bilərsiniz. Məlumat izahlandırma ola bilər, nömrələmə ola bilər, siyahı şəklinə salınmış məlumat ola bilər. İstənilən bütün üsulda istifadə edə bilərsiniz. İstədiyiniz dizayna da sala bilərsiniz. Smart Art haqqında bu qədər. Diagram əmri digər videoda olacaq. Daha doğrusu digər dərsdə, çünki bunun üçün biraz belə deyək, zaman çox gedəcək. Gəlin yenə video daxilində baxaq screenshot əmrinə. Screenshot əmrini izah edirəm. Videonu kəsməyəcəm, çünki əvvəlində izah etdiyimiz digər əmrlər də var. Ola bilər ki, ekranda mən klaviaturadan knopkanı basdıqda görməzsiniz. Bu normal bir haldır. Klaviaturadakını görməsəz belə, onsuz da dərsdə izah etmişik, bilirsiniz. Word-dəkini amma mütləq ki, görəcəksiniz. Klaviaturadan basırıq. Print Screen knopkasını hər zaman delete funksiyasının yanında olur. Sahə hal-hazırda aktivdir, sadəcə siz görürsünüzmü, görmürsünüzmü tam əmin deyiləm. Böyük ehtimalda görəcəksiniz. Sizə bir plus işarəsi gəlir, istədiyiniz yeri seçirsiniz, ekran şəklinə gəlir. O düşür mübadilə buferinə, yəni Ctrl+C-yə. Screenshot əmri hər zaman düşür mübadilə buferinə. Sizin onu o şəkildə tapmağınız üçün etməli olduğunuz bir proses sadəcə Ctrl+V-ni basmaqdır. Siz Ctrl+V-ni basdıqda şəkil sizə gəlir. Yenə şəkil üçün olan əmrlərin eynisi ekran şəkilləri üçün də, ekran qeydləri üçün də aktivdir. Klaviaturadan istifadə edə bilərsiniz. Klaviaturasında olmayanlar üçün screenshot əmrində var. Bəs Word-də screenshot əmrini basdıqda nə olur? Siz Word-də bu sahəyə daxil olduqda belə bir proses baş verir. Deyir, belə deyək, kəsiləcək yeri seçin.
Amma sizi Word-dən atır. Hal-hazırda ekranı məndə görürsüz. Ola bilər ki, siz ekranı boz rəng görmürsüz, olduğu kimi görürsüz. Əslində ekran birazdan ton olaraq bozarır. Sahəni seçin deyir. Sahəni seçirəm bunu. Bu quşlar. Əjdaha idi desəm bunlar. Əjdahaların şəklini seçdik. Word-ə gəldi. Məncə şəkildən haranı seçdiyimizi başa düşürsüz. Bu şəkildə işləyə bilir. Lakin Word-ün belə bir qaydasını gördünüz. Word-ə screenshot əmrini basdıqda Word özünü arxa fona atır. Yəni gəlir buradan tire işarəsi var. Bunu basır, dayandırır özünü. Siz daha sonra arxada olan məlumatı seçmək istəyirsiniz. Əgər klaviaturada print screen knopkası yoxdursa, mən sizdən Word-dən diaqram işarəsini götürməyinizi istəyirəmsə, sizin bu screenshot əmrini istifadə edərək onu götürməyinizin tək səbəbi arxa fonda bir dənə daha Word-ün olmasıdır. Yəni buradan bir dənə də Word səhifəniz olmalıdır ki, bura açılsın. Biz burada gəlib screenshot əmrini basdıqda, baxın o şəkil olan Word getdi, bayaqdan dokument 1-də izah edirdik. O sənəd bağlandı, digər sənəddə seçəsiniz. Amma burada da bir problem var, insertə daxil olmayıbsınız. Seçək məsələn buranı. Gəlir həmin sənədə düşür. Aydındırmı? Screenshot əmri də bu qədər. Bəzi hallarda ola bilər ki, siz screenshot əmrini basarsınız, amma sizə seçim sahəsi, yəni o ekrana plus işarəsi gəlməz. Bu demək deyil ki, həmin knopka işləmir. Bu deməkdir ki, siz screenshotu basdıqda, baxın, bütün ekranın şəkli çəkilib. Bütün ekranın şəkli çəkilib. Sizə lazımdır diaqram işarəsi, sağ knopkanı basırsınız, crop əmrini açırsınız, gəlib diaqramı tapıb sadəcə şəklini çəkirsiniz. Yəni seçirsiniz daha doğrusu. Sizə yenə eyni keyfiyyətdə ekran şəkli gəlir. Bunun da yerini və algoritmasını unutmayın. Məsələn, save qurğusunu götürdük. Screenshot əmrindən sonra online video adlı bir əmr var. Gəlin görək online video əmri necə işləyir. Biz online video əmrinə daxil oluruq. Bizə deyir ki, mənə URL ver. Bir qısa yol ver. Burada köhnə bir URL-lər var, elə bunlardan birini istifadə edirəm. YouTube-da hər hansısa bir videodur. Bu ehtimalla bir mahnı çıxdı. URL-ni götürüb bura əlavə edirik, amma əvvəldə gəlin sizə öyrədək görək URL necə götürülür. Gəlirik internetə, daxil oluruq YouTube brauzerinə və yaxud da başqa bir yerə. Biraz gözləməli olduq. Bu mənim öz sahəm deyil. Sizin videolarınızı, dərslərinizi hazırladığım paneldə dedim olan videolar idi. Gəlin götürək bu filmi. Basırıq bunu. Ekstremleriniz kasaba düşündüğünüzden çok daha fazla. Paylaşın əmrini görə bilirsiniz. Paylaşın əmrində daxil oluruq kopyalayın əmrini. URL kodunu kopyalayırıq. Gəlirik Word-ə. Həmin bu sahə vardı. Sahəyə Ctrl-V basırıq. Yəni kopyaladığımız məlumat yapışdırırıq. Proqram bizə internetə qoşulu olduğumuz halda, baxın bu əsas qaydadır. İnternet mütləqdir ki, aktiv və işlək şəkildə olmalıdır. Inserti basırsınız, ekrana həmin o video düşür. Bəli, baxın şəkil şəklində göstərilir. Çünki Word-də fərz edin ki, belə deyək də, sənəd dedikdə ağlımıza printer gəlməlidir. Yəni Word-də bir videonu printerlə çıxarda bilərsiniz. Mümkündür belə bir şey deyil. Sizə görünür şəkil kimi. Sadəcə siz üzərinə basdıqda, əgər kompüterdə internet varsa, o sizi bu şəkildə YouTube-dan belə deyək, kəsinti kimi göstərir. Aydın olduğunu düşünüb davam edirik. Nə üçün istifadə olunur deyə bilərsiniz, istifadə olunar sadəcə sizin üçün. Bu da, məsələn, hər hansısa bir dərs sənədi hazırlayarsınız, fərz eləyək ki, bir kimyəvi reaksiyadır, bunun internetdə gözəl videola izahı var, uşaqlara göstərmək istəyirsiniz, bu halda falan istifadə edə bilərsiniz. Amma da böyük ehtimalla istifadə olunmayacaq. Link yaradılması adında bir əmrimiz var. Bu əmri istifadə etməyəcək, sadəcə qısa olaraq nə işə yaradığını deyirik. Gəlin görək nə işə yarayır. Sizin kompüterinizdə olan hər hansısa bir məlumat, buradan sənədlərdən açaq, çünki çox qarışıqdır. Fərz eləyək ki, buradan bir şəkil seçəcəm.
vəkil icazəsi vermir, tətbiq istəyir. Yəni seçək bunu. Bir Excel sənədi seçdik. İcazə verdik. Baxın, bizə nə deyir? Deyir, D diskində işçilər cədvəli adlı bir Excel faylı var. Bunu yaratdıqda əslində bayaqki URL kimi siz üzərinə basanda sizə bu cədvəli açmalıdır da normal olaraq. Amma bu mümkün deyil. Çünki Word proqramı sizin icazəniz olmadan özbaşına sizin yaddaşınıza girə bilməz. Əgər bu sənədi başqasına atsaz, təbii ki, mümkün deyil ki, həmin istifadəçi kompüterdə bunu axtarışa versin və bu sənədi tapsın. Bu sizin özünüz üçün ola bilər. Bunu da istifadə etmirik. Cross əmri istifadə olunmur. Bu əmri istifadə etmişik. Qaldı ikisi. Gəlirik bookmark əmrinə. Bookmark əmri üçün sizə bir dənə dolu sənəd atacağım. Gəlin comment deyək, daha sonra keçək bookmarka. Comment əmrini açdıq. Biz comment əmrini açdıqda bildiyiniz comment funksiyası, yəni şərh funksiyası həyata keçirilir. Lakin burada belə bir şey var. Dediyimiz kimi Word proqramı özbaşına internetə daxil ola bilməz. Sizin icazəniz olmadan, kompüterin icazəsi olmadan. Yəni burada mən bir şərh yazdım. Bu sənədi sənə atdım. Sən bu sənədi açdın, mənim şərhimə bir şərh yazdın. O sənəd mənə gəlməyincəyənə qədər mən o sənəddən, belə deyim, o sənəddəki şərhdən məlumat bilməyəcəm. Çünki bu Word tərəfindən mümkün deyil. Yəni bu səbəbdən də Word-də biz comment istifadə etməyəcəyik. Commenti bağlayırıq. Bookmark üçün bir dənə dolu sənəd açaq. Buradan həmin açaq. Gəlin bunu açaq. Bir dənə dolu sənəd açdıq. Bu mənim sizə hazırladığım ilk mühazirələrdən biridir. Gəlirik insertdən bookmarkın funksiyasını görməyə. Yazıram mühazirə, basıram add. Mühazirə adın altında bookmark əlavə olunur. Sonra gəlirəm bura. Burada yenə bookmark basıram. Bu səfərki adı qoyuram. Kompüterin əsas qurğuları. Hərf səhvləri olur. Normaldır, çünki tələs yazırıq. Yenidən açaq. Dondu sanki. Kompüterin əsas qurğuları. Boşluq istifadə etməyin demək istəyir. Boşluq əvəzinə altdan xətt butonu istifadə edə bilərsiniz, deyir. Qurğular. Əlavə edirik. Aşağı düşürük. Buradan basırıq. Bir dənə klaviaturanı əlavə edirik. Klaviatura. Əlavə et butonuna basırıq. İndi gəlirəm sənədin sonuna. Deyəsiniz, niyə belə bir şey deyirik? Açıram bookmarkı. Mən oxumaq istəyirəm kompüterin əsas qurğuları başlığını. Seçirəm, basıram go to. Yəni məni apar. Bəli, bookmark sizin yaratdığınız bookmark əmrlərini aparma xidmətinə yazır. Yəni bunu necə edirik? Gəlirik hər hansı bir səhifəyə. Səhifəmizə gəlirik. O səhifədə bizi belə deyim, hansı məlumat belə deyək qarşılayırsa və yaxud da biz o səhifəni hansı ad ilə adlandırmaq istəyiriksə onu qeyd edirik. Həmin adın üzərinə gəlib bookmarkda go to əmrini basdıqda bizi həmin ünvana aparır və şərtdir ki, sənəd yaddaşa salınsın. Baxın, bunu unutmayın. Bookmarkları hazırladı. Sənədi yaddaşa salmadınız, onlar funksiyasını itirir. Bookmark əmri də bu qədər. Kommentləri izah etdik. Bu məlumatları bilirsiniz. Text box. Bu text box'un istifadə olunmasını mən tövsiyə etmirəm və istəmirəm açığı. Fiqurların daxilində istifadə olunan text box'u istifadə etməyiniz daha məsləhətlidir. Bu əmr lazım deyil. Word art əmrləri onsuz da text box'un içində görmüsünüz. Home tabında da görmüsünüz. Seçdiyiniz yazıların stilini dəyişmək üçündür. Line ehtiyac yoxdur. Buradan var data time əmri. Bunu dərsdə də keçmişik. Word-də belə deyim, kompüterinizin həmin andakı zamanını, tarixini burada göstərdiyi üsullarda əlavə etmək üçündür. Və istəsəz dili dəyişə bilərsiniz. Baxıram Azərbaycan dilinə, gəlir sözlər çevrilir Azərbaycan dilinə, ingilis dilinə və yaxud da hansı dili istəsəz o dilə.
basırsınız, o həmin üsulla gəlib düşür. Məsələn, biz istəyirik bu şəkildə düşsün, o şəkildə düşür. Bu sözlərlə düşsün, bu sözlərlə düşür. Real zaman əlavə etmək üçün xeyr, kompüterdə zaman dəyişəndə Word sənədində həmin zaman dəyişməyəcək. Sadəcə zaman doğru algoritmlə yazılacaq. Obyekt əlavə etmək əmrinə Word daxilində icazə və belə deyək, lazimiyyət yoxdur. Kompüterdə yerləşən digər proqramların hər hansınınsa birindən sənəd əlavə etmək əmridir, amma qətiyyən bunu istifadə edib yoxlamırsınız. Məsələn, AutoCAD proqramından bir sənəd bura əlavə etməyə çalışsaq, kompüterinizin donmaq ehtimalı 99.9%-dir. Çünki Word-ün gücü müəyyən, belə deyək, məhdudiyyətlidir, AutoCAD-ın gücü başqa məhdudiyyətlidir. Yəni, bunların arasındakı uyuşmamazlıq çox böyükdür. Ümumiyyətlə, buna ehtiyac yoxdur. Riyaziyyat əmrlərini də gələn dərsə keçib artıq insert tabını yekunlaşdırırıq. Dərsə diqqətlə qulaq asmağınızı tələb edirəm. Videoları mən qısa-qısa bölüb sadəcə sayımızı artırmaq istəmirəm. Bacardığımız qədər video sayı az, içindəki məlumatlar çox olacaq. Bunları da adından onsuz ətraflı olaraq bildirirəm. Sona qədər dinləyib öyrənməyiniz tələb olunur.